Salam əziz abituriyentlər. Bu gün mən sizə maddə miqdarı bölməsindən olan kimyəvi tənliklər üzrə hesablamalar testinin izahını verəcəm. Birinci sualdan başlayaq. 2 mol sink sulfitdən neçə litr SO2 almaq olar? Deməli, biz burada sink sulfitdən SO2-nin alma tənliyin istər tam reaksiyanı yaza da bilərik, istərsə də qısa tənliklə də yazmaq olar bunu. Hal-hazırda məsləhət görərdim ki, biz burada qısa tənliklə işləyək. Deməli, burada əsas kürdün sayını bərabərləşdirməkdir. Məqsədimiz kürdün də sayı bərabərdir. Deməli, 1 mol sink sulfitdən 1 mol SO2 alınır. Yəni 1 moluna, indi litrlə dediyinə görə 22,4 litr SO2 əmələ gəlir. Bəs 2 mol sink sulfitdən nə qədər alınır? X. X də bərabər olacaq 44,8 litrə. D variantı. Amma reaksiyanın özü tam olaraq belə yazarıq ki, yanma reaksiyası sink sulfit yanır, alınır sink oksid plus SO2 və bunu gərək əmsallaşdırıb üzərində işləyək. Amma qısa tənliklə sulfitlərdən SO2-nin alınmasını yazmaq olar. İkinci suala baxaq. 2 mol ammoniakdan neçə litr NO almaq olar? Deməli, burada da ammoniakdan NO-nun alınması yenə qısa tənliklə yazırıq. Əsas odur burada ortaq elementlər, yəni azotların sayı bərabər olsun və bərabərdir də, əmsala ehtiyac yoxdur. Yəni 1 moluna 1 mol alınır. İndi bizə verib 2 mol NH3-dən neçə litr NO almaq olar? 1 moluna 22,4 litr NO almaq olar. 2 molundan da X. Deməli, X də bərabərdir yenə 44,8 litrə. Cavab olacaq B variantı. Amma reaksiyanı tam yazsaq, yəni reaksiyanı bilmədiyiniz üçün, ona görə mən bunu qısa tənliklə yazıram. Reaksiya tam olaraq belədir. Alınır buradan NO plus H2O və bu reaksiyanı əmsallaşdırıb üzərində işləmək olar. Üçüncü sual. Dəmirlə kürdün reaksiyasından 132 qram dəmir S alınmışsa, deməli yazırıq dəmir, üstəgəl S alınır dəmir S. Deməli, burada 132 qram dəmir S alınmışsa, üzərinə yazırıq 132 qram, altından da özünün emiri. Özünün emiri də 88-dir. Bizə deyir ki, reaksiya daxil olan dəmir atomlarının sayını hesablayın. Yəni, burada dəmir üzərinə qoyuruq X. Atomları dediyinə görə, altdan da öz atomunun sayı, yəni bir dəmir olduğuna görə bir NA qədər. 6 tam %2 vurulsun 10 üstü 23 yazırıq. Buradan X bərabər olacaq. 6 tam %2 vurulsun 10 üstü 23'ü vururuq 132'ye bölürük 88'e. Bir tane 132'ni 88'e bölsək, xısar geçsək, burada 1,5 qalar. 1,5'i də vuranda 6,2'ye 9 tam %3 eləyir. Bir də 10 üstü 23 də qalır yanında. Deməli, cavab olacaq Y variantı. Dördüncü sualı keçək. 1 mol dəmir ki ölçə 3 mol karbon monoksidlə təsir etdikdə neçə dəmir atomu reduksiya olunur? Deməli, yazırıq dəmir 2O3 plus karbon monoksid, yəni CO. Buradan alınır dəmir plus CO2. Reaksiyamız bu şəkildədir. Bir dənə reaksiyanı əmsallaşdıraq. Deməli, burada bura bir 3 yazsaq, burada bir 3 yazsaq, 6 oksigen düzələr. Bir dənə bunu üstəgəllə ayıraq. Dəmirə 2 yazsaq, tamamilə əmsallaşdırmamız hazır olur. Deməli, bizə verib 1 mol dəmir ki ölçə, 1 mol, 3 mol karbon monoksidlə. Bu da 3 mol. 3 mol. Altından da özü də 1 moldur, özü də elə 3 moldur. Belə deyək də, hər iki qiymət, yəni hər iki maddə burada tam sərf olunur. İndi neçə dəmir atomu reduksiya olunur? Dəmirin üstünə X yazırıq, altdan da dəmir atomunu sayın. Yəni 2 vurulsun NA qədər, yəni 2 vurulsun 6 tam %2 vurulsun 10 üstü 23. Bu da dəmir atomu sayıdır. Buradan tənasüb istər dəmir 2 ölçə görə aparsaq, istər CO-ya görə fərqi yoxdur. X bərabər olacaq. Burada onsuz da məsələn 3'lər gedəcək və 1'lər gedəcək. Axırda cavab olacaq 2 vurulsun 6 tam %2 vurulsun 10 üstü 23 və yaxud 1 tam 204 vurulsun 10 üstü 24. Cavabımız olacaq Y variantı. Yəni tənasübü hansı maddə ilə aparsaq da ixtisar gedir, yenə də elə özünün atomun sayı olur, həmin cavab olur. Deməli, 5-ci suala baxaq. 5-ci sualda deyir 1 tam 505 vur 10 üstü 23 sayda hidrogen molekulu ilə 17,75 qram xlorun qarşılıqlı təsirindən neçə litr hidrogen xlor əmələ gələr?
Deməli, hidrogenlə xlorun qarşılıqlı təsirini yazırıq. Hidrogen üzərinə xlor gəlirik. Buradan alınır H-xlor. Və bizə verib 1,505 Uran-23 saylı hidrogen molekulu. Birin molekuluna verib bizə, birində qramla verib. Gəlin hər ikisi mola çevirək. Ən yaxşısı budur. Yəni molla bilək. Çünki hansı maddə tam sərf olunur, hansı artıq qalır, onu müəyyən edə bilək. Deməli 1,505 Uran-23 mola necə çevirərik? Bölərik Avogadro ədədinə. Yəni şərtdə yazıram. Bölünsün 6,2 Uran-23. Burada deməli 4/1, yəni qalacaq 0,25 mol. Deməli, hidrogen üzərinə yazıram reaksiyada 0,25 mol, özü də 1 mol. Xloru da qramla veribdir. 17,75 qram xlorun qarşılığı. Bunu da qramla verib 17,75-i də bölək xlorun emirinə, yəni xlor 2-nin. Xlorun yox, xlor 2-nin. Yəni bu da olacaq 71, 71-ə bölsək. Bir dənə bölüm qaydədir. 17,75-i bölürük 71-ə. Bu da 0,25 eləyəcək. 0,25. Xlorun üzərinə 0,25 yazıram, özü də 1. Deməli, hər ikisi burada tam sərf olunur. Çünki üstləri və altları eynidir, bərabərdir. Neçə litr hidrogen klorid əmələ gələr? Üzərinə x litr, altdan da 2 mol olduğuna görə 44,8 litr. Buradan x bərabər olacaq 0,25 vurulsun 44,8 və bu da eləyəcək 11,2 litr. Deməli, doğru cavab olacaq 11,2 litr. D variantı. 6-cı sual. Hansı halda reaksiya daxil olan maddələrin həcm nisbəti 1/3 kimidir? Deməli, daxil olan maddələrin həcm nisbəti, yəni əmsalları 1/3 şəklində olsun və normal şəraitdə deyil həcm nisbəti. Yəni, qaz halında olan maddələr olsun aqreqat hallarda. Məsəl üçün, 1/3 şəklində olan A variantı da var, Y variantı da var. 1/3 deyir, məsələn 3/1 desə, məsəl üçün C-ni də deyərik. Amma burada C-də, A-da heç uyğun gələ bilməz onsuz da. Çünki biz normal şəraitdə qaz halında, aqreqat halında olan maddələr axtarırıq. Ona görə A-da C6H6 mayedir, benzoldur. A uyğun gəlməz, amma Y variantında azot qazdır, hidrogen qazdır və 1-in 3-ə nisbətindədir. Bəli, doğrudur. Doğru cavab olacaq Y variantı. 7-ci sual. 0,5 mol karbondan maksimum neçə litr CO2 almaq olar? Deməli, karbonun yanmasından oksigenlə yanır, alınır CO2. Bu reaksiyada əmsal yoxdur. Və bizə verib ki, 0,5 mol karbondan üzərinə 0,5 mol, altdan da öz molu, yəni əmsalında duran rəqəm, yəni 1 mol. Mola qarşı mol yazırıq, qrama qarşı qram, litrə qarşı litr. İndi altdan öz mol da 1 mol, neçə litr CO2 almaq olar? X litr, altının özün litri. 1 mol olduğuna görə, əmsalında rəqəm olmadığına görə 22,4 litr. Buradan x bərabər olacaq 0,5-i vuruq 22,4-ə, bu da eləyəcək 11,2 litr. Cavab olacaq B variantı. 8-ci sual. Kükürdlə reaksiya 96 qram oksigen daxil olmuşsa, neçə litr SO2 əmələ gələr? Deməli, kükürdlə reaksiya daxil olan oksigen alınır SO2. Deməli, 96 qram, burada əmsal yoxdur. 96 qram oksigen deyir, üzərinə yazırıq, özü 92 qramdır. Neçə mol SO2? X mol, üstündən mol, altdan da öz molu 1 mol. Mol deyəndə altdan da mol yazırıq. Mol da onun sol tərəfinə yazılan rəqəm. Yazılmışsa deməli 1 moldur. Deməli, tənasümüz belədir ki, x-ə 96-dır, 1-ə 32, x də bərabərdir. 1-i 96-ya vururuq, bölürük 32-yə. Bu da eləyəcək 3. Deməli, neçə mol SO2 əmələ gələr deyir. Üzr sayı mən kürdü tapmışam burada. Cavab yenə həmin cavab eləyəcək. Çünki onun da əmsalı 1-dir. Amma yerin səhv yazmışam mən burada. Deməli, x mol, özdə 1 mol. Və buradan da x bərabərdir. Yenə 96-nı 1-ə vurub 32-yə böləndə eləyəcək 3 mol SO2. Yəni, bizdən əmələ gələn SO2-ni soruşduğuna görə, yəni daxil olan kürdün sayını sorursaydı, mən tapdığım kimi olardı. Alınan SO2-ni dediyinə görə cavabımız yenə eyni cavabdır, amma yeri dəyişdi. Öyle, olacaq D variantı. 9-cu sual. 16 qram hidrogen yandıqda deməli, hidrogenin yanma reaksiyasını yazırıq. Yəni, oksigenlə reaksiya girir. Yanma deyən kimi üzərinə oksigen gəlir. Buradan alınır H2O, əmsallaşdırırıq. İndi verilənləri qeyd eləyək. 16 qram hidrogen yandıqda. Hidrogen üzərinə 16 qram. Altının da öz qramı. Normalda bir dənə hidrogen 1 qramdır. Burada 4H var. O da eləyəcək 4 qram.
Neçə mol H2 əmələ gələr? X mol, özü də 2 mol əmsalı. Buradan X də bərabər olacaq. Deməli 16-nı vururuq 2-yə, bölürük 4-ə. 8. Deməli 8 mol buradan alındı su. D variantı. 10-cu suala baxaq. Deməli 10-cu sualda bizə reaksiyanı verib. Reaksiyanı bizə nə? Qeyd eləyək. Alınır 2NH3. Deyir ki, reaksiyada məhsulun çıxımı 50% olarsa, 4 mol azotdan neçə mol amonyak almaq olar? Deməli 4 mol azotdan deyirsə, azotun üzərinə yazırıq 4 mol. 4 mol, özü də 1 mol. Neçə mol amonyak almaq olar deyir. Amonyaka da X qoyuruq. X mol, özü də 2 mol. Və buradan X tapırıq. X bərabər olacaq 4 vurulsun ki, 8 mol. 8 mol amonyak alınır. Əgər çıxım 50% deməsəydi, cavabımız 8 olacaqdı. Amma bizə deyir ki, çıxım 50%-dir. Yəni, o deməkdir ki, normalda 100%-dən alınsaydı, 100-ə 100 alınmış olsaydı, nəticəmiz %100 əldə eləsəydi, 8 mol olacaqdı. Amma çıxım deyəndə ki, 50%, o 8-in 50%-ni tapırıq. Deməli, 50%-ni əldə eləmişik. Yerdə qalan 50%-i itkiyə gedibdir. Çıxım 80% deyəndə 80%-ni tapırıq, 80%-ni əldə eləmişik. Çıxım bizim əldə elədiyimizdir. Deməli, 8-in sonunda 50%-ni tapırıq. Vuruq 50-yə, bölürük 100-ə. Bu da eləyəcək, deməli, 4 mol. Cavab olacaq B variantı. 11-ci sualda yenə həmin reaksiyadır. 2NH3. Deməli, bu dəfə də bizə 9 mol hidrogendən deyir. Hidrogen üzərinə 9 mol, özü də 3 mol. Neçə mol amonyak? X mol, 2 mol. Buradan X bərabər olacaq 6 mol. 6 mol amonyak əmələ gəlir. Və yenə çıxım 50% olduğuna görə də nə edəcəyik? 6-nın da 50%-ni tapacaq. Çünki artıq bu eləyəcək 3 mol. Yəni, bunun tam 50%-ni əldə eləmişik. 50% itkiyə gedib. Yəni, tənasüb də qura bilərik. Deyərik ki, 100%-ə 6-dırsa, yəni bizim tapdığımız, belə bir tənasüb quraram ki, 100%-dən olanda 6-dır. Bəs 50%-dən nə qədərdir ikisi? Yenə də 6-nın 50%-ni tapmalı olarıq. O da eləyər 3. Doğru cavab olacaq A variantı. 12-ci sual. Normal şəraitdə 44,8 litr CO ilə 2 mol oksigenin qapalı qabda qarşılıqlı təsirindən sonra qabda olan ümumi moleküllərin sayını hesablayın. Deməli, qabda olan deyəndə, yəni biz burada əgər bu başlanğıc maddələrdən artıq qalan varsa, onu da müəyyən eləməliyik. Alınan məhsulu da müəyyən eləməliyik. Ümumilikdə görək qabda nə qədər molekül var. Və bunun biri bizə litrlə, biri molla verib. Yəni, litri də molla ifadə eləyək. Sonda isə molekula keçid eləyəcək də. Yəni, ilk öncə molla işləyək. Deməli, 44,8 litr CO neçə moldur? Böləndə 22,4-də eləyəcək 2 mol. Üzərindən qeyd edirəm. 2 mol CO. Reaksiyamızı yazırıq. CO plus O2 alınır CO2. Deməli, 2 mol CO-muz var. Üzərinə qeyd edirik. Qırmızı rəngdən qeyd edirik. 2 mol CO, 2 mol oksigen. Altdan da 2 mol, 1 mol. Buradan hansı maddə tam sərf olunur, hansından artıq qalır, onu bir dənə müəyyən edək. Deməli, CO-nun ümumiyyətlə necə müəyyən edirik? Artıq qalanı və yaxud tam sərf olunanı. Üstündəki ədədləri altındakı ədədlərə bölürük. 2-ni 2-yə böləndə 1, 2-ni 1-ə böləndə 2 və müqayisə edirik. Çox olan artıqdır, az olan isə tam sərf olunur. Bu şəkildə müəyyən edirik. Üstün altına bölürük, müqayisə edirik. Çox olan artıq olur, kiçik olan rəqəm tam sərf olunur. Həmin maddə deməli tam sərf olunur. Deməli, burada tam sərf olunan maddə CO-dur. Burada alınan CO2-nin miqdarını da X qoysaq, altdan da 2 mol, əlbəttə ki, tam sərf olunana əsasən. Yəni, CO ilə tənasüb qurarıq biz burada. 2-yə 2-dirsə 2-yə 2, X də bərabər olacaq 2-yə. Deməli, 2 mol CO2 əmələ gəlir. Bəs artıq qalan oksigen nə qədərdir? Çünki qabda o da olacaq da, biz onu da nəzərə almalıyıq. Oksigenin nə qədər artıq qalıb, onu necə müəyyən edərik? Deməli, oksigen üstündə yazdığımız 2-ni silirəm. Yəni, bilirəm ki, 2 mol oksigenimiz var idi, amma o 2-ni silirəm, ora bir dənə yazıram Y. Buradan Y-i tapsaq, elə CO ilə tənasüb qursaq, Y eləyəcək 1. Y1-dirsə, bu o deməkdir ki, 1 mol oksigen sərf olunubdur. Axı, bizim 2 mol oksigenimiz vardı. 2-dən də 1-ini çıxanda 1 molda oksigen qabda qalır. İndi bizim qabımızda cəmi neçə mol maddə var? Qabımızda indi əmələ gələn 2 mol CO2 var, indi yaranıb.
1 mol da başlanğıcda oksigendən artıq qalıbdır. Cəmi qabda 2 plus 1 bərabərdir 3 mol qaz qarşı olar. Qaz elə var yazıram. Bəs indi molekulla hesablasaq nə qədər eləyər? Normalda 1 mol 6,2 vurulsun 23 molekuldursa 3 molda 3 vurulsun 6,2 vurulsun 10^23 eləyəcək. Bu da 1,806 vurulsun 10^24 eləyəcək. Doğru cavab A variantı. Belə, yəni burada CO tam sərf olundu, oksigendən artıq qaldı və oksigenin nə qədər qaldığını da tapdıq. Gördük ki, 1 mol qalır. Alınan CO2-ni də müəyyən elədik və yekunda bunları topladıq. Çünki qabda olan immun molekul deyəndə həm artıq qalan maddə, həm alınan maddə ikisi birlikdə gedir. Və axırda molekuldan hesabladıq. Əvvəlcə molundan, sonra molekuldan. 13-cü suala baxaq. 126 qram maqnezium karbonat parçalandıqda neçə mol maqnezium oksid alınır? Deməli, maqnezium karbonatı qızdırırıq. Qızdıranda parçalanır maqnezium O-ya, yəni maqnezium oksidə, bir də CO2-yə, karbon qazına. Bu şəkildə parçalanır. Veriləni üzərinə yazaq. Burada əmsala ehtiyac yoxdur. 126 qram maqnezium karbonatı üzərinə 126, altdan özünün nisbi molekul kütləsi, yəni 84 qram. Neçə mol maqnezium oksid alınır? X mol özü də 1 mol. Buradan da X bərabərdir. 126-nı böləcək 84-ə. Görək nə çıxır burada cavab. 126-nı bölürük 84-ə. 1,5 mol. Doğru cavab olacaq C variantı. 14-cü sual. 200 qram kalsium karbonat parçalandıqda neçə mol kalsium oksid alınır? Eyni qaydada kalsium karbonatın parçalanma reaksiyasını yazırıq. Və bizə 200 qram kalsium karbonat deyir. Üzərinə qeyd eləyək. Özü də 100 qram. Neçə mol kalsium oksid? X mol, özü də 1 mol. Buradan da X bərabər olacaq. 200-ü 1-ə vurub 100-ə böləndə 2 mola. 2 mol deməli kalsium oksid buradan alınır. Doğru cavab olacaq A variantı. 15-ci sual. 16 qram kür tam yandıqda neçə litr SO2 alınır? Deməli, kürdün yanma reaksiyasını yazırıq. Oksigendən alınacaq buradan SO2-yə. Əmsala ehtiyac yoxdur. 16 qram kür deyir. Üzərinə 16 qram, özü də 32 qramdır. Neçə litr SO2? X litr. Litrə qarşı litr. Özü də 22,4 litr. Buradan da X bərabər olacaq. 16-nı 22,4-ə vurub 32-yə bölürük. Buradan görürük ki, 2 dəfə azalıbdır. Yəni 32-ni 2-yə böləndə 16 edirsə, 22,4-ü 2-yə böləndə 11,2 litr eləyər. Doğru cavab 11,2 D variantı. 16-cı sual. 6 litr CO və 3 litr oksigen qazlarının qarşılıqlı təsirindən 4 litr CO2 alınmışsa, neçə litr CO və oksigen reaksiya daxil olmamışdır? Deməli, hər ikisinin daxil olmayan miqdarlarını soruşur. Deməli, hər ikisi artıqlaması ilə götürülüb burada. Onda biz reaksiyanı yazırıq. Deməli, CO oksigenlə reaksiyaya girib, CO2 əmələ gətirir, əmsallaşdırırıq. Və bu 6 ilə 3-ü onların üzərinə yazmırıq. Çünki nə qədər girdiyini tapmaq üçün məhsul qiymətləri qeyd eləyəcək üzərinə. İndi fakt deyir ki, 4 litr CO2 alınmışsa, CO2 üzərinə yazıram 4 litr, altından da 2 litr. İndi onu qeyd edeyim ki, əgər şərtdə ancaq litr verib, litr soruşarsa, aşağıda öz molları litr kimi qəbul edə bilərik. Yəni biz litr qoyub litr çıxaracaqsa tənasübdən, onda öz molu litr kimi qoya bilərik. Yox, həm məsələdə litr var, həm mol var. Onda litr deyəndə altdan 22,4-nə ifadə etmək lazımdır. Yəni indi istəyirsiniz altında, məsəl üçün mən 2 litr yazmışam, siz 44,8 litr yazın. Hamısında aşağıda, yəni o şəkildə 22,4-nə ifadə edin. Onlar onsuz ixtisar gedəcək. Ona görə onları elə yazmağın mənası yoxdur deyə mən mol yazdım litr olaraq. İndi deməli, hər ikisini tapaq, x, y qoyaq, altından 2 litr, 1 litr. Buradan x bərabər olacaq 4-ə. Deməli, x bərabər olacaq 4-ə, elə qarşısına yazıram. Y də bərabər olacaq 2. O deməkdir ki, 4 litr CO sərf olunubdur. Onda 6 litr CO-nun əgər 4-ü sərf olunubsa, 2 litr CO-dan artıq qalıb. Deməli, eyni qaydada 2 litr O2 sərf olunub. Bizim də oksigenimiz 3 litrdir. 3-dən də 2-ni çıxanda 1 litr O2 artıq qalır. Aha, deməli artıq qalanlar nədir?
2 litr CO qalacaq, 1 litr də oksigen. Doğru cavab olacaq elə A variantı. 17-ci suala baxaq. Deməli, metal CO3 duzunun 10 qramının termik parçalanmasından 2,124 litr CO2 ayrılmışsa, metalın nisbi kütləsini müəyyən edin. Deməli, parçalanma reaksiyasını yazırıq. Metal CO3 nəyə parçalanır? Qızdıranda. Bayaq məsəl üçün kalsium CO3-dür, maqnezium CO3-dür. Bunların parçalanmalarını yazdıq. Onlar necə parçalanırsa, bu da eyni qaydada. Metal burada ekvivalentlidir. Olur metal O, metal oksidi alınır. Bir də CO2. Tutalım kalsium karbonat olanda kalsium O ilə CO2. Maqnezium karbonatda maqnezium O, CO2. Burada da metal O və CO2 əmələ gəlir. Verilənləri qeyd edək. Duzun 10 qramının deyir. Üzərinə 10 qram. Altından da özünün emirini yazsaq, bizdən metalın nisbi atom kütləsini istəyir. Metalın nisbi atom kütləsini X qoyaq. Plus CO3 hissəni hesablayaq. Karbon 12, oksigen 16, 3, 48, 60 eləyəcək. Və 2,124 litr CO2 ayrılmışsa, 2,124 litr, litrə qarşı litr, altdan da 22,4 litr. Buradan deməli X plus 60-ı tapırıq. Bərabər olacaq 100-ə, X də bərabər olacaq 40-a. Deməli, doğru cavab olacaq B variantı. 18-ci sualda ekvivalentli metalın karbonat duzu, yenə ekvivalentli metalın karbonat duzu, metal CO3 yaza bilərik. Naməlum metaldır, metal CO3. Parçalanır metal O-ya plus CO2. Və bizə veribdir ki, karbonat duzunun 9,85 qramının üzərinə 9,85 qram, altdan da X plus 60 bayaqki kimi. İndi 1,12 litr karbon dioksid alınmışsa, CO2 üzərinə 1,12, özdə 22,4. Buradan deməli X plus 60-ı tapırıq. Bu olacaq, deməli 9,85-i 20-yə vuracaq, bir dənə vuraq. 197. 197 eləyirsə X də bərabər olacaq 137-yə. Deməli 18-də doğru cavab olacaq D variantı. 19-cu sualda da yenə eyni qaydada yenə metal CO3 parçalanır. Tənliyi yazırıq. Alınır metal O plus CO2. Və bizə veribdir 19-cu sualda 78,8 qram metal CO3 üzərinə 78,8, altdan X plus 60. Sonra 61,2 qram metal oksid əmələ gəlmişsə 61,2 qram. Deməli, bu zaman ayrılan qazın həcmini deyir müəyyən edin. Bu sualı artıq bunu aşağıda yazmağa X plus 60 yazmaq üçün burada ehtiyac yox imiş. Deməli, bizdən ayrılan qazın həcmi istəyir. Gəlin ilk öncə burada ayrılan qazın sual qoyuram. Kütləsi nə qədərdir üstünə sual qoyuram. Gəlin kütləsini tapaq. Kütləsini biləndən sonra artıq biz burada onu litrədə çevirə bilərik. Yəni burada metalın bizdən ayrın istəmir. X plus 60 bizə lazım deyil. Burada maddə kütləsini saxlama qanunundan istifadə edək. Yəni bu tərəfin cəmi, sol tərəf, sağ tərəfin cəminə bərabərdir. Oradan sual işarəsinin yerində neçə olacaq? Yəni 78,8 bərabərdə 61,2 plus 1x qoysaq, sualın yerinə 1x yazsaq. Burada x bərabər olacaq. Bir dənə deməli 78,8-dən çıxaq 61,2-ni. Olacaq 17,6. Deməli 17,6 qram, üstünə yazıram 17,6 qram CO2 əmələ gəlir bu reaksiyadan. Bizdən də ayrılan qazın həcmini istəyir. Gəlin bunu da litrə çevirək. Deməli, normalda özünün emeri 44 qramdır da. 44 qram olanda 22,4 litr olur. Bəs 17,6 qram olsa neçə litr olar? 2. Bu da eləyəcək 0,4-ə vuran 8,96 litr. Doğru cavab olacaq, deməli, C variantı. Keçək 20-ci suala. 10 qram üzüm maddə yandırıldıqda 11,2 litr CO2 alınmışsa, bu birləşmədə karbon kütlə payını müəyyən edin. Deməli, üzüm maddə yananda oradan ayrılan CO2-in içində neçə qram karbon varsa, üzüm maddənin içində də həmin qədər karbon var. Deməli, buradan 10 qram üzüm maddə yananda əgər 11,2 litr CO2 alınıbsa, görək 11,2 litr CO2-in içində neçə qram karbon var. Neçə qram karbon varsa, həmin üzüm maddənin içində də həmin qədər karbon olacaq. Onun üçün eynirik. Normalda, yəni CO2 22,4 litr CO2-də 12 qram karbon olur.
CO2-nin içində bir karbon var, o da 12 qram. 11,2 litr CO2-də nə qədər karbon olar? X. Bu da olacaq 6 qram karbon. Deməli, üzvü maddədə də 6 qram karbon var. 10 qram üzvü maddədə 6 qram karbon var. İndi bu birləşmədə karbon kütlə payını deyil müəyyən edin. Yəni 6 onun neçə faizini təşkil edir? Onu tapırıq. Bu da eləyəcək 60%. A variantı. 21-ci suala baxaq. 80 litr Y və 20 litr X qazları qarışdırılır. Bu qazlar aşağıdakı kimi reaksiya daxil olur. Bir dənə baxaq. 80, buradan yazıram ki, 80 litr Y və 20 litr X. Aha, keçək indi şərtin davamını oxuyaq. Dəqiqə. Deyir, hansı ifadə doğru deyil? Baxaq görək. Deməli, bizə deyir ki, reaksiyanın tənliyi bir dənə qeyd eləyək. Sonra X plus 3Y alınır 2Z. Yazıram 20 litr X-dir, 20, 80 də Y-dir. Altdan da 1, 3 litrə qarşı litr elə molların qeyd eləyə bilərik. Burada bir dənə görək tam sərf olunan hansıdır, artıq qalan hansıdır. Üstün altdan bir dənə bölsək, 20-ni 1-ə böləndə 20 eləyəcək, 80-i 3-ə böləndə təqribi cavab eləyir onsuz da. Deməli 80 bölünsün 3 eləyəcək hardasa 26,6. Məsələn, onda 7 belə deyək təqribi. Yəni burada müqayisə eləyəndə Y çoxdur. Yəni Y o deməkdir ki, Y artıqdır, X tam sərf olunur. Və alınan Z-in üstünə də bir A yazsaq, altından da 2 litr. Buradan alınan Z-i tam sərf olunana əsasən, yəni X-ə əsasən tənasib qurarıq ki, 1 mol X-dən, yəni 1 litr X-dən 2 litr Z alınırsa, 20 litrdən A qədər, A da bərabər olar 40-a. Deməli, 40 litr Z əmələ gəlir. Bu doğrudur A variantı. Bizdən doğru olmayanları soruşur. 20 litr X reaksiya daxil olur. X axı tam sərf olunur. Özü 20 götürülmüşdü. 20-sinin hamısı daxil olur. Bəli, bu doğrudur. İndi Y görək, Y nə qədər daxil olur. Y-in üstündəki 80-i mən bir dənə silirəm. 80 litr Y-imiz var. Ora bir dənə B yazıram. Bu B-ni tapsaq, B olacaq 60. 60 litr Y sərf olunur, daxil olur. 80-dən də 60-ın çıxanda 20 litr Y qalır. Deməli, 20 litr Y artıq qalır. C variantı doğru olacaq. Doğru ifadədir. Sonra D variantdadır. Ümumilikdə 80 litr qaz reaksiya daxil olur. Deməli 20 litr X daxil olur. 60 litr də Y daxil olur. Cəmi 80 litr. Bəli, yazmışam, 60 litr Y sərf olunur. Burada qeyd eləmişəm. X-dəki 20-nin hamısı sərf olmuşdu. Cəmi 80 litr qaz daxil olurmu? Bəli, D variantı da doğrudur. Yəni C, D bunlar doğrudular. Y-də deyir 20 litr Y reaksiya daxil olur. Xeyr, bu yanlışdır. Çünki dedik 60 litr Y sərf olunur, daxil olur. 20 litr Y artıq qalır. Yanlış cavab olacaq Y variantı. 22-ci sualda da yenə əslində eyni tipli bir sualdır. Reaksiyanı qeyd eləyək. Deməli 80 litr Y verib, 80. 20 litr də X-ə verib. Altdan da 1, 3. Buradan da yenə bayaqçı kimidir də elə. Yenə bayaqçı kimi 20-ni 1-ə böləndə 20, 83-ə böləndə 26,7 təqribi belə deyək. Deməli, bu artıqdır, X tam sərf olunur. Alınan Z-in üstünə bir A yazsaq, altdan 2 yazsaq, tam sərf olunanla X-dən tənasib qursaq, 1-dən 2-si alınanda 20-dən A, bu da olacaq 40. A olacaq burada 40. 40 litr Z əmələ gəlir. İndi hansı ifadə yenə doğru deyildir. Baxaq. Y variantı doğrudur, indidən görürük ki, çünki 40 litr Z əmələ gəlir, bəli, doğrudur. Və Y tamamilə reaksiya daxil olur. Elə səhv bax budur. Niyə? Çünki Y artıq qalırdı. X tamamilə daxil olur. Bax, səhv odur. 60 litr Y daxil olur. Bayaqki sualdan da həqiqətən 1 X-ə 3 Y girəndə 80 silib bura bir B yazıram. Bu da 60 eləyəcək. 1-ə 3, 20-yə 60. 60-ı girir, 20-si qalır. 60 daxil olur, düzdür. 20 qalır, düzdür. Ümumilikdə 80 daxil olur, o da düzdür. 60 deməli Y-dən girir. 20-də X-dən cəmi 80 litr qaz daxil olur. Deməli, yanlış olan olacaq A variantı. 23-cü suala baxaq. Bir həcm XM ilə 3 həcm YN qazları tamamilə reaksiya daxil olaraq yazaq onu. 1 həcm XM, biri yazmıram, sadəcə 2M yazıram. 3 həcm YN, yəni 3 YN
daxil olur 2 həcm x, y3. Yəni 2x, y3 əmələ gətirir. İndi m ilə n-i tapaq. Sağda baxırıq ki, x-in sayı 2-dir. Solda da 2 olmalıdır. Deməli, m-in qiyməti olacaq 2. Sağda baxırıq 2-ni 3-ə vuranda y-in sayı 6-dır. 3-ü də 2-yə vursaq 6 eləyək. N-in qiyməti də 2 eləyəcək. Deməli, burada doğru cavab olacaq. Hər ikisi 2, yəni D variantı. 24-cü sualda da 2 həcm xm deyirsə, yazıram 2xm plus 6yn, yəni 6yn, 6 həcm. Alınır 4 həcm x-y3, 4x-y3. Burada yenə sağda 4x var, solda 4 olması üçün m olmalıdır 2. Sağda 4-də 3-ün 12y var, solda da 12-nin 6-ya bölündə 2, n də 2 olsun ki, 6-da 5-inin burada da 12y olsun. Hər ikisi yenə olacaq 2-2, B variantı. 25-ci suala baxaq. Deməli, tənliyi verib 2x-y3 parçalanır 0,5 x2 plus 1,5 y2. Deyir, qapalı qabda 1 mol x-y3-ün x-y3 qazı yuxarıdakı tənlik üzrə parçalanır. 1 mol parçalanır. Sonra deyir, x-y3-ün 10%-nin parçalandığı an üçün hansı ifadə doğrudur? 1-in 10%-ni tapırıq. Bu eləyəcək 0,1. Bu qədər mol x, y3 neyir? Parçalanır. Parçalanır. Axı 1 mol idi. Birdən də 0,1-in çıxanda 0,9 molda x, y3 artıq qalır. Artıq qalır. Yəni parçalanmır. İndi hansı ifadə doğrudur? Elə A variantı 0,9 mol x, y3 parçalanmamışdır. Bəli, 0,9-u parçalanmayıb. Doğru cavab olacaq elə A variantı. Qalan variantlar yanlışdır. Qabda təzyiq azalmışdır. Təzyiq niyə azalsın ki? Təzyiq mollarını toplasaq, sağda molun sayı çoxdur. Təzyiq artır. Təzyiq dəyişməmişdir, səhvdir, çünki artır. Qabda qaz qarışımı mol miqdarı dəyişməmişdir, yanlışdır. 0,1 x əmələ gəlmişdir. Əmələ gələn x də indi biz tapmışıq. Parçalanan x, y3 0,1 tapmışıq. Üstən 0,1 özdə 1 yazsaq. Burada bir a yazsaq 0,5. A bərabər olacaq 0,5. 0,5 mol x2 əmələ gəlir. 0,1 mol yox, o da yanlışdır. Doğru cavab elə A variantıdır. 26-da da yenə həmin tənlikdə elə. Bu dəfə də x, y3-ün 20% parçalandığı an üçün deyir. Və bu sualın nömrəsini 25-i 26 edirəm. Burada həmin tənlikdir. Bu dəfə 1-in 20%-ni tapırıq. 1-in 20%-ni tapırıq. 1-i vuruq 20-yə bölürük 100-ə. Bu eləyəcək 0,2. Bu qədər mol x, y3 parçalanıb. Parçalanıb. Onda da 1-dən 0,2-ni çıxanda 0,8 mol parçalanmayıb. Parçalanmayıb. Deməli, indi hansı ifadə doğrudur? Baxaq görək. 0,2 mol x2 əmələ gəlmişdir. 0,8 mol parçalanmamışdır. Y variantı ilə doğrudur. Qalanları deməli yanlış olacaq da bayaq kimi. Təzyiq azalmışdır deyir, təzyiq artıbdır. Dəyişməmişdir deyir, yanlışdır, artıb. Mol miqdarı dəyişməmişdir deyir, yanlışdır. Sonra x-in əmələ gəldi. X-in tapsaq burada. İndi bu dəfə 0,2-si parçalanıb baxaq. Üzərinə 0,2 yazsaq, özdə 1. Burada bir a yazsaq. 0,5-i 0,2-yə vuruq. Burada 0,1 eləyəcək. 0,1 mol x2 əmələ gəlir burada. 0,2 mol yox, A da yanlış. Doğru cavab olacaq elə Y variantı. (27-ci suala baxaq. 27-ci sualda deyir ki, reaksiyanı verib, deyir, eyni həcmdə götürülmüş x, y2 və y2 qazları arasında reaksiyada maddələrdən biri tam sərf olunur. Reaksiyadan sonra qabda olan maddələrin mol miqdarları hansı halda doğrudur? Deməli, burada bir dənə reaksiya tənliyi yazaq. 2x, y3. Bizə eyni həcmdə götürülmüşdür. 2, 1. Onda bu da 2. İndi eyni həcmdə götürsək başlanğıc maddələri həmişə böyüyü ilə götürün. 2 ilə 1-in hansı böyükdür? 2 böyükdür. Hər ikisinə o 2-ni qoyun girən maddələrin. Buradan görürük ki, x, y2 tam sərf olunur. Y isə 2-nin 1-i girir. 2-dən də 1-ini çıxırıq. 1 mol y2 qalır.
Və alınan x-y-3-ü də tapsaq bir a yazsaq üstünə. Tam sərf olunan x-y-2-də onunla tənasib qursaq. Buradan a da bərabər olacaq 2-yə. 2 molda x-y-3 əmələ gəlir. Sonda bizim qabımızda 1 mol y2-miz var. 2 mol x-y-3-ümüz var. İndi müqayisə eləsək, x-y-2 də yoxdur, sıfırdır. Yəni x-y2, indi biz doğru cavab axtarırıq ki, görək hansı münasibət doğrudur. Məsələn, deyir x-y3 x-y2-yə bərabərdir. Ola bilməz. X-y2 tam sərf olunub bitibdir. O ola bilməz. Onunla müqayisə, yəni bərabər ola bilməz heç ona. X-y3 böyükdür y2-dən. X-y3 2-dir. Bəli, bu doğrudur. B variantı həqiqətən doğrudur. Çünki yazmışam, lövhədə yazmışam ki, 2 mol x-y3 əmələ gəlir, yəni 2. 2 böyükdür də, 1 molda y-dən qalıb. 2 birdən böyükdürmü? Bəli, doğrudur. C-də y böyükdür, bundan əksinə verib, yanlışdır. D-də x-y2-ni y2-dən böyük göstərib. Y2-ni, x-y2 axı tam sərf olunub, heç o qabda yoxdur. Y-də də bərabər göstərib, yanlışdır. Doğru cavab olacaq elə B variantı. Yenə, deməli, 28-ci sual bu tipli bir sualdır. Deməli, x2 plus 3y2. 1, 3, 2. Yenə eyni həcmdə deyəndə, hər ikisini 3 götürsək, burada y tam sərf olunur. X-də 3-dən 1-in çıxanda 2 mol x2 qalır. Alınan x-y3-ün üstünə bir a yazsaq, tam sərf olunanla, yəni y-lə tənasib qursaq, a da bərabər olacaq 2-yə. 2 molda x-y3 əmələ gəlir. Qabda elə buradan görürük ki, x-lə x-y3-ün sayı eyni olur. Onun artıq qalanı bunun əmələ gələni. Hər ikisi 2-2. 2-lər bir-birinə bərabər görə. Elə bir cavab varmı? x2 x-y3-ə bərabər olsun. x-y3 x-y. Bəli, elə A variantı. A variantı doğrudur. Keçək 29-cu suala. 10,8 qram 3 valentli X metalının H-xlor ilə reaksiyasından X xlor duzu və 13,44 litr hidrogen alınmışdır. Metalın isbatının kütləsini müəyyən edin. Reaksiyanı yazaq. 3 valentli X metalının H-xloruna reaksiyası. Yazırıq X plus H-xlor. 3 valentli olduğuna görə buradan X xlor 3 plus H gəmirə gələcək. Əmsallaşdırırıq. Bu şəkildə. Üstə gələ biraz. Bunu bir dənə səliqəli yazım. Plus 3H2. Aha. Belə yazıb əmsallaşdırdıq. İndi bizə verib 10,8 qram 3 valentli X metalının. Metalın üzərinə 10,8 qram. Altdan özdə X-də əmsalına vuranda 2X olacaq. 13,44 litr hidrogen almışdır. Hidrogenin üzərinə 13,44 litr. Özü də 22,4-ə vuranda 67,2 litr. Buradan 2X-i tapırıq. 2x bərabərdir, deməli 54-də, x də bərabər olacaq 27-yə. Tənansübdən həll edib x-i tapırıq 27. Doğru cavab olacaq C variantı. Otuzuncu suala baxaq. Eyni kütlədə götürülmüş CO və oksigen qazları reaksiyaya girdikdə qazlardan birindən 12 qram artıq qalarsa, hansı ifadələr doğrudur? Deməli, reaksiyanı yazırıq. CO və oksigen arasında reaksiya. Buradan alınır CO2, əmsallaşdırırıq. Bizə deyir, eyni kütlədə götürülmüş CO və oksigen qazları. Deməli, altdan öz kütlələrin 28-i 2-yə vuranda, deməli, olacaq 56 qram, bu da 32 qram. İndi eyni kütlədə, məsəl üçün götürsək, yəni böyüyü ilə, həmişə o formada olanda, bərabər kütlədə, eyni kütlədə deyəndə, böyük, aşağıdakı böyüyün hər ikisinə qoyun. Deməli, 56, 56. Buradan görürük ki, CO tam sərf olunur. Oksigendən isə 56-dan 32-si girir. 56 çıx 32 bərabərdir. 24 qramda oksigen qalır. Hal-hazırda mənim qoyduğum qiymət əsasən budur. İndi bizə deyir 12 qram artıq qalarsa. İndi bundan əlaqələndirəcək ki, bizdə 24 qram qalıbdır. Burada 12 qram qalıb. Deməli, nə istəyir bizdən? Hansı ifadələr doğrudur? Artıq qalan qaz deyir, dəm qazıdır. Xeyr, dəm qazı CO tam sərf olunubdur. Bir yanlışdır. 1 mol CO2 əmələ gəlir. Bir dənə alınan CO2-ni tapaq. CO2-nin üzərinə bir A mol, molla, altından da 2 mol. Tam sərf olunanla CO ilə tənasib qursaq 56, 2, 56A. A da eləyəcək elə 2.
Amma hal-hazırda cavabımız yəni 2 mol CO2 əmələ gəlir demirik burada. Niyə? Çünki bizdə mən 56 qoymuşam. Burada 24 qram oksigen artıq qalır. 24 qram qalanda 2 mol olur alınan CO2. Deməli, belə bir tənasüb quruq ki, 24 qram artıq qalanda maddəmiz buradan 2 mol CO2 əmələ gəlir. Bəs 12 qram qalsa nə qədər əmələ gələrik biz? Bu da eləyəcək 1 mol CO2. Doğrudur. İkincidən götürürük. Oksigen başlanğıc kütləsi 28-dir. Deməli, başlanğıc kütlə oksigen götürülmüş miqdar, hal-hazırda biz 56 götürmüşük. 24 qram artıq qalanda 56 götürmüşük. Bəs 12 qram qalanda nə qədər götürmüş olaraq? Oradan da x qoyuruq. Deməli, 24 artıq qalana 56 qram oksigen götürülübdürsə, 12 artıq qalana da x. Bu da 28 qram oksigen başlanğıcda götürülən miqdardır. Deməli, doğru cavabdır. 3-ü də götürürük. Doğru cavab olacaq 2-3. Yəni burada bir dənə də üstündən keçək. Deməli, bərabər eyni kütlə deyəndə altdakı kütlənin böyüyün hər ikisinə qoyuruq. Amma yəni burada 56 qram götürülməyib də. Deməli, əslində bərabər kütlə 28 imiş. Sadəcə mən burada qoyduğum qiymətə əsasən gördük ki, biz 56 qoyanda 24 qram artıq qalır. Hər şeyi ona əlaqələndirdik. Məsələn, alınan CO2-ni İndi tam sərf olunan CO-ya görə tapdıq ki, 2 mol CO2 alınır. Amma 24 qram oksigen artıq qalanda 2 mol CO2 alınır. 12 qram qalsa nə qədər alınır? Yəni, mən 56 götürəndə bu qədər alınır 2 mol CO2. Əslində 28 götürülübdür deməli. 28 götürəndə də 1 mol CO2 alınır. Və bu arada oksigendə hal-hazırda 56 yazmışam. O 24 qram artıq qalanda 56 götürmüşük. 12 qram qalanda nə qədər götürmüşük? Deməli, 28 qram oksigen götürülüb. Eyni qaydada 28 qram CO götürülübdür. Belə. Doğru cavab 2-3. 31-ci sual yenə həmin tənlikdir. Yenə eyni gətirmişik əvvəlin. Elə bir ki, düşünün ki, 30-cu sual, 31-ci sual edirəm. Bura qədər hər şey eynidir. Hansı doğru deyildir? Artıq qalan maddə oksigendir. O doğrudur, çünki CO tam sərf olunur. Doğru olmayan soruşur bizdən, onu götürmürük. 0,5 mol CO2 əmələ gəlir. Bu yanlış olacaq elə. 2 yanlışdır. Çünki 1 mol CO2 əmələ gəlir. Tapdıq ki, indinizi tapdıq ki, 30-cu sualda dedik. Bunu indi 31 olaraq dəyişirəm. 24 qram qalanda bizdə 2 mol CO2 alınırdı. 12 qram qalanda 1 mol CO2 əmələ gəlir. Bu da 0,5 dediyinə görə yanlışdır. Oksigen başlanğıc kütləsi 28-dir. Bu doğrudur. Bunu götürürük. Deməli, doğru olmayan yalnız 2 olacaq. C variantı. Oksigen başlanğıcını bayaq tapdıq ki, 24 qalanda 56 qram oksigen götürülüb, 12 qalanda isə 28 qram oksigen götürülüb. Belə, keçək növbəti 32-ci suala. 32-ci sualda deyir, 28 qram C4H8 yanarkən CO2 və su əmələ gəlir. Bu reaksiya üçün hansı qrafiklər doğrudur? Deməli, burada baxaq, qrafik görə başqa qrafik də var bu tərəfdə. Bəli, burada sərf olunan oksigenin də litrlə veribdir. Deməli, C4H8-in yanma reaksiyasını yazaq. Üzərinə gəlir oksigen. Burada alınır CO2 plus H2O. Əmsallaşdırırıq. Bura bir 4, 8, 4, 12. Burada 6 yazsaq düzəlir. Aha. Deməli, 28 qram C4H8, üzərinə 28 qram, altından da 56 qram. Şimdi oksigenin qrafikin şərtini digər tərəfinə çevirdim. Baxdım ki, litrindən verir. Bir dənə litrindən tapaq oksigeni. Özdə 6 vurulsun 22,4. Buradan x bərabər olacaq. 3 vur 22,4. 67,2 litrə. Oksigeni belə tapdıq. İndi qrafikdə nə vermişdi, tam baxmadım. İndi baxacaq ona. Sonra CO2-ni molla tapaq. Alınan CO2-ni. Y mol altdan 4 mol. Y-də bərabərdir. 2 dəfə azalıb olacaq 2 mol. Hamısını C4H8-lə tənasüb qursaq, tapdıq buradan 2 mol. Birinci doğrudur. Çünki 2 mol CO2 əmələ gəlir həqiqətən. Alınan suyun kütləsidir. Buna da bir yazaq A qram. Altına da özün qram. 18-i vururuq 4-ə. 72 qram. Bu da yarısı, 70-in yarısı 36 eləyəcək. Buradan A bərabərdir 36. 36 qram su əmələ gəlir. Bəli, ikinci də doğrudur. İndi sərf olunan oksigenində biz 67,2 litr tapmışıq. Baxaq görə qrafikdə neçə verib? Baxaq 1 ilə 2 doğrudur. Üçüncü qrafik yanlışdır. Çünki 44,8 litr yox, 67,2 litr oksigen sərf olunur. Deməli, doğru cavab olacaq 1-2. Yəni, Y variantı. Yenə 33-cü sual, belə bir sualdır.
CH8-in yanma reaksiyasını yazırıq. Əmsallaşdırırıq. 4, 6, 4, 10, bura bir 5 düşür. İndi burada alınan CO2-ni molla tapacaq. 22 qram CH8 deyil. Üzərinə 22, özdə 44. CO2-nin üstünə x mol, özdə 3 mol. Buradan da x bərabər olacaq 1,5-ə. Deməli, yanlışdır. Yəni, birinci qrafikdə 3 mol CO2 veribdir, yanlışdır. Çünki 1,5 mol CO2 əmələ gəlir. Sonra alınan suyun üstünə bir y qram, özdə 18-i 4-ə 72 qram. Y də buradan eləyəcək 36. 36 qram su alınır. Bəli, ikinci doğrudur, götürürük. Sonra sərf olunan oksigen üstünə bir A litr, altdan da 5 vurulsun, 22, onda 4 litr. 112, onun da yarısı 56. A da eləyəcək burada 56. 56 litr, bəli. 56 litr oksigen sərf olub 3-cü qrafikdə, o da doğrudur. Doğru cavab olacaq 2-3. Y variantı. 34-cü suala baxırıq. 1 mol X2 bəsit maddəsi ilə 3 mol hidrogen birləşərək 2 mol Y əmələ gətirir. Deməli, 1 mol X2, molun yazaq elə əmsalına, elə X2 sadəcə. 3 mol H2, yəni 3H2 birləşib 2 Y əmələ gətirir. Bu Y-in formulu nə ola bilər? Y-i silirəm. Y-in yerində, məsəl üçün, nə dura bilər? Elə Y-i yazaq aşağıdan təzən dənə düşünək ki, bu X2 ilə H2 girib. Yəni, bu X2 burada hansı ola bilər? Bir dənə variantlara baxırıq. Məsəl üçün, H2O2 bu şəkildə alınırmı? Xeyr. NH3 alına bilər. Məsələn, bu belə ola bilərdir ki, N2 plus həqiqətən 3H2 buradan alınır 2NH3. Y NH3 ola bilər. Bəli, Y NH3 ola bilər. Doğrudur. Sonra 2 mol Y ilə 1,5 mol oksigen reaksiya daxil olduqda 1 mol N2, 3 mol Z əmələ gəlirsə. Deməli, 2Y plus 1,5 O2 alınır. Bir dənə N2, 3Z. Z nə ola bilər burada? Deməli, Z də burada ola bilər. Baxın, bir dənə N2, deməli 2Y burada 1,5 O2 ilə girib, 3-də Z əmələ gətirib. Z məsəl üçün su ola bilər. Bəli, bu reaksiya belədir ki, Y burada NH3 daxı, yerinə qoyanda 2NH3 plus 1,5 O2 alınır buradan N2 plus 3 mol su. Bəli, Z olacaq su. Cavab olacaq Y variantı. 35, deməli, 35 də həmin tipli bir sualdır. 1 mol X bəsit maddəsi 1 mol hidrogenlə birləşib 1 mol Y əmələ gətirir. Deməli, 1 mol və 1 mol əmələ gətirir. Buna diqqət edirik. Məsəl üçün, baxaq, X bəsit maddəsi hidrogenlə birləşib. Hidrogen nə ilə birləşir burada? Deməli, oksigenlə birləşsə 1 mol yox, 2 mol H2 alınır. Məsələn, H2O deyil. H2O deyil, H2S olar. H2S olacaq burada. Çünki 1 mol X, yəni 1 mol S, 1 mol H2 ilə birləşib 1 mol H2S əmələ gətirib. Bəli, Y burada deməli H2S-dir. Sonra 2 mol Y ilə, indi 2 mol H2S yerinə qoyaq da 1 mol oksigen, bir dənə O2 alınır 2S plus 2Z. Z burada indi nə olacaq? Z də burada olacaq H2O. Çünki sol tərəflə sağ tərəfdə atomların sayı düzəlmək üçün Z-in yerində ancaq H2O ola bilər. Doğru cavab olacaq C variantı. Birim müəyyən eləyəndə digərində birim bilirik deyə qoyuruq yerinə çıxır cavabımız. 36-cı sual. Maddə C4H2, bir də CYH12 mol sayıları 1 moldur. Deyir, tam yanmasından alınan maddələrin mol sayı. Deməli, üzü maddələr belədir ki, yəni üzü maddənin içində neçə karbon varsa, onların 1 mol yanarkən ayrılan CO2-nin mol sayı da həmin karbonun sayı qədər olur. İndi yəni buradan 9 mol CO2 alınıbsa cəmi, deməli burada cəmi bu üzü maddələrin içində 9 karbon var. Birincidə 4 karbon var. Birinci C4H2-dir. O birisi isə CYH12. Yəni bundan 4 CO2 alınır. Bundan da Y qədər CO2 alınır. Bunların da cəmi 9 moldur. Buradan Y nəyə bərabərdir? 9 çıx 4 bərabərdir 5-ə. Y-in qiyməti olur 5. İndi alınan suları desək, alınan suları. Deməli, burada 10 mol içindəki hidrogenlərin sayı ilə deyəcəm bu dəfə. Deməli, burada X qədər hidrogen var, burada 12 hidrogen var. Suda neçə hidrogen var? 12 vuranda.
Burada da onu vuranda 2-yə 20 hidrogen var. Cədvəldə qeyd edirəm. Yəni bunların cəmi 20-ni verməlidir. 20 hidrogen var suyun tərkibində. Ona görə 10 mol su alın. Onda yəni x-dən 12-nin cəmi 20-ni verirsə, x də bərabərdir 20-dən 12-ni çıxanda 8. Deməli, bu da H8 imiş. 8, 12, 20 hidrogen. 20 hidrogen 10 mol su deməkdir. Bəli, deməli, x-də olacaq 8. 8, 5. Cavabımız olacaq B variantı. Eyni qaydada 37-ci sualda yenə var. C2, H8, bu da C3, HY. Burada x-lə y-üçün cəmi, x-lə 3-ün cəmi 10-u verməlidir. Çünki 10 karbon olsun ki, gərək 10 molda CO2 alsın. X də bərabərdir 7-yə. Bunu bildik. İndi hidrogenlərin sayı da 6 mol suda 12 hidrogen var. Deməli, hidrogenin də biri 8-dir, biri y-dir. 8-dən y-in cəmi də 12-ni verməlidir. Y-də olacaq 4. 7, 4. Doğru cavab olacaq B variantı. 38-ci suala baxaq. Deməli, qapalı qabda yenə reaksiyadır. Reaksiyanın tənliyini bir dənə yazırıq. Və bizə deməlidir, reaksiya daxil olan maddələrin ilk mol miqdarları birinə A verib, birinə B mol veribdir. Alınan qaz qarışığının orta molyar kütləsi 40-dır. NO tam sərf olunarsa, B-nin A-ya nisbətini müəyyən edin. Deməli, burada ipucu verib ki, NO tam sərf olunubdur. NO tam sərf olubsa, deməli, oksigen artıq qalıbdır. Onda NO-nun qiymətinin A-nı yazıram üstünə, oksigenin yazmıram, B-sini yazmıram. Elə oksigenin də nə qədər sərf olunduğun NO-nun hesabına tapaq. 6-nın 2, 1, 2. Alınan NO2-ni də eyni qaydada. Deməli, tam sərf olunandan aparır axı tənasib. Ona görə NO-nun qiymətini yazdım ki, A mol NO girəndə oksigen nə qədər sərf olunar? Oksigen də olacaq, deməli, 0,5 A. Bu A olanda bu da olacaq 0,5 A. Və alınan NO2 nə qədər olar? Onu da NO ilə əlaqələndirsək, o da A qədər NO şəmələ gələr. İndi bizim oksigenimiz axı B qədər idi. Deməli, sonda bizim qabımızda nə var? Oksigenin artıq qalanı, oksigen B qədər götürmüşdü yaxı. B minus 0,5 A bu qədər oksigen qalır. A molda NO2 əmələ gəlir. Yəni əmələ gələn NO2 də belə deyək. Sonda oksigendən artıq qalır. A molda NO2 əmələ gəlir. Qabda nələrimiz var? Qabda həm B-0,5 A-mız var, həm də A-mız var. Yəni bunlar hər ikisi qabın içindədir. Və bunların arasında hesablanmış emortanın qiymətidir bu 40. Biz burada ən yaxşısı xaç yolu ilə gedək. Xaç yolu ilə belə gedək ki, yazaq, deməli, bir dənə maddəmizin biri NO2-dir, biri də O2-dir. Qarşısından emirlərin yazıraq. NO2-nin emiri 46, oksigendə 32, emortada 40. Həmişə, yəni emortanın qiyməti olanda, bir də maddələrimiz bəllidirsə, onların da emirlərini yazırıq. Ortada emortanı qeyd edib, çarpaz şəkildə böyükdən kiçiyini çıxıraq. Bax, 46-dan 40-ın çıxanda 6, 40-dan 32-nin çıxanda 8. İxtisar gedəndə 2-yə, burada 4 qalır, burada 3 qalır. Deməli, uyğun olaraq, indi NO2-nin qiyməti A-yı daxı bayaq. Yəni, sonda A mol NO2 var idi. B-0,5 A-da oksigen var idi. İndi bu NO2-nin miqdarını, A-nı, oksigenin miqdarına B-0,5 A-ya bölsək, 4-ün 3-ə nisbətini tapacaq. Yəni, hərəsinin öz qarşısındakı nisbət kimi yazırıq. Yazırıq NO2 A-nı, digəri də 0,5 A minus, daha doğrusu B-0,5 A idi. Unutdum, B-0,5 A A-ya bölsək, NO2-nin qiyməti 4-dür. 4-ün 3-ə uyğun olaraq, yəni A olan NO2-yə 4 tapmışıq, B-0,5 A-ya da 3 tapmışıq. Bunu çarpaz vururuq. Bu olacaq 4B minus 0,5-i 4-ə 2A bərabərdir 3A-ya. Buradan 4B bərabərdir 5A. Bizdən də B-nin A-ya nisbətini soruşur. B-ni də A-ya böləndə 5-i böləcək 4-ə. O da eləyəcək 1,25. Doğru cavab olacaq B variantı. Lap burada emortanın düsturunda da qoya bilərik. Oradan da yenə arasında bir münasibət ala bilərik. Fərq yoxdur. Nü1 emir üstə gələn nü2 emir məxrəcdə nülərin cəmi. O düsturda da yerinə qoyub, yekunda yəni ala bilərik. Sadəcə mən xaç sulu ilə getdim bu dəfə. Ümumiyyətlə, emorta ilə bağlı suallarda xaç sulu daha rahatdır. 39-cu suala baxaq.
2 litr hidrogeni tam yandırmaq üçün neçə litr oksigen sərf olunur? Yəni hidrogeni oksigenlə yandırırıq, alınır H2O, əmsallaşdırırıq. 2 litr hidrogen altından da və indi litr verib litr soruşur. Ona görə 2 litr oksigen də soruşur x litr, ona görə altından da 2 litr 1 litr. Yox, litr və başqa bir vahid olsa, mol, ya litrlə qram, onda litrə qarşı mən aşağıda 22-14-nə ifadə edib yazaram. Buradan x bərabər olacaq elə 1 litrə. Deməli 1 litrdə burada oksigen sərf olunur. Cavabımız olacaq 1. 40-cı suala baxaq. Deməli metal CO3 duzunun parçalanmasını yazırıq. Metal CO3 parçalanır metal O-ya plus CO2-yə. Və bizə veribdir ki, duzun 19,7 qramın 19,7 qram parçalanmasının 2,124 litr CO2 alınmışsa, üzərinə CO2-nin də 2,124, altından da 22,4. Burada da metalın, yəni bu naməlum duzun emerində x plus 60 şəklində qeyd edərik. Karbon 12-dir, oksigen 16-nı 3-ə 48, cəmi 60 eləyir. Buradan deməli x plus 60 bərabərdir 197-yə. X də bərabərdir 137. Doğru cavab olacaq 40-cı sualda 137. 41-ci suala baxaq. Deməli burada da baxırıq ki 40 milli hidrogen oksigen qazı ilə reaksiya girir. Buradan 40 milli oksigen artıq qalır. Bu o deməkdir. Yəni buradan çıxmaq o deməkdir ki oksigenden 40 milli artıq qalır. Deməli hidrogenin oksigenlə reaksiyasını yazırıq. Əmsallaşdırırıq. Onda 40 milli hidrogen neçə milli oksigenlə girir, onu bir dənə müəyyən edək. 40, altından 2, 2,1, x də bərabər olacaq 20-yə. Yəni milli olsa da altdan molların qeyd edirik. Hər ikisi milli, cavab elə milli ilə çıxır. 20 milli oksigen sərf olunubdur. Və 40 millidə oksigen artıq qalıb. Onda başlanğıcda oksigenin miqdarı nə qədər olub? 20 plus 40 bərabərdə 60 milli. 60 milli oksigen gərək olsun ki, onun 20 millisi sərf olunandan da 40 milli də artıq qalsın. Reaksiyanın əvvəlki qaz qarışığını. Bəs əvvəlki qarışıq nə qədərdir? Əvvəlki qarışıq deyəndə bunun içində həm hidrogenin əvvəlki miqdarı, yəni girmədən öncə, həm də oksigenin bütöv miqdarı gedir. Yəni 40 milli hidrogen olub, 40 milli hidrogen, 60 milli də oksigen olub. Əvvəlki qarışıq 100 milli olubdur. İndi reaksiyanın əvvəlki qaz qarışığında oksigenin mol payı nə? Mol payı ilə həcm payıdır. Deməli hesablayın. Deməli oksigendə 60 daxı başlanğıc qarışıqda 60 100-ün neçə faizini təşkil edir? Deməli 60-ı bölürük 100-ə, vururuq 100-ə. O da eləyəcək elə 60%. 60%-ni təşkil edir. Hidrogende 40% imiş. 42-ci suala baxaq. 42-ci sualda deməli biz bu qrafikə əsasən tənliyi qururuq. Buradan müşahidə edirik ki, reaksiya daxil olanlar hansıdır, alınan məhsullar hansıdır. Deməli daxil olanlar yuxarıdan aşağı gəlir. X də daxil olur. Deməli Z də daxil olur, T də daxil olur. Bir dənə Y alınır. Bir dənə alınan məhsul Y-dir. Deməli tənlik belə olacaq. X üstəgəl Z üstəgəl T alınır Y. Əmsallaşdırırıq. X-in əmsalına 12-dən başlanğıcdan sonu çıxırıq. 12-dən 10-u çıxırıq, yazırıq 2. Sonra Z-in əmsalına 12-dən gəlib də 4-ə. 12-dən 4-ünü çıxırıq, yazırıq 8. T-nin əmsalına 6-dan 2-ni çıxırıq, yazırıq 4. Y-in əmsalı da olacaq 8. Hər tərəfi 2 ixtisar aparada bilərik. Bunun üzərində də işləyə bilərik. Elə gəlin ixtisar aparaq. X plus 4Z plus 2'ye böləndə 2T alınır 4Y. İndi bizə nə deyir burada? Deyir 9 mol Y maddəsi alındıqda Y-in üzərinə bir dənə 9 yazaq, özü də 4 mol. Neçə mol Z maddəsi sərf olundu? Onu hesablayın deyir. A mol, özü də 4 mol. Yəni A da bərabər olacaq 4-lər gedir 9 mola. Deməli 9 mol Y maddəsi alınanda elə 9 mol da Z maddəsi sərf olunur. Çünki əmsalları bərabər idi. Cavab olacaq 9. 43-cü suala baxaq.
Deməli, tənlikdə 2x y3 parçalanır x2 plus 3y2. Bizə verib x, y3-ün ilkin həcmini 80 və deyir reaksiyadan sonra qaz qarışığının həcmi də 112-dir. Neçə faiz x, y3 parçalanmışdır? Gəlin burada belə ümumi həcmdən baxaq ki, əvvəlcə solda 2 həcm idi, sağda isə 1-nin 3-ün cəmi 4 həcmdə. Nə qədər artma var həcmdə? 4-dən çıxırıq 2-ni. Bərabərdə 2 litr artıb. Bəs onların şərtdə verdiyində nə qədər artma var, müşahidə edirik? 112-dən 80 çıxırıq. 32 litr artıb. Tənasüb belə quraq. Deyək, bizdə 2 litr artanda, bizdə parçalanan x, y3-ün həcmi 2 litr idi. Yəni 2 litr artanda 2 litr parçalanmışdı. 2 litr artdıqda 2 litr parçalanıb. Bəs 32 litr artsa nə qədər parçalanar? X, bu da 32 litr parçalanar. Deməli, maddə 32 litr parçalanır. Axı 80 götürülüb ilkin həcm. 80-nin 32-si parçalanıbdır. Bəs neçə faizi parçalanıb? Yəni 32 80-nin neçə faizini təşkil edir? Biz onu müəyyən edəcəyik. 32-ni bölürük 80-ə, vururuq 100-ə. Bu da eləyəcək, deməli 40%. Bu şəkildə. Yenə 44-cü sual həmin sualdandır. Deməli 44-də də deməli 44-cü sualda da 2x, y3 alınır. x2 plus 3y2. Yenə 2-dən 4-ə. 2 litr artıb. Burada da 90-dan 60-a, yəni 60-dan 90-a gəlir, 90-60-ını çıxırıq. 90 çıx 60, 30 litr artıb. Deyirik ki, bizdə 2 litr artdıqda 2 litr parçalanıb. Bəs 30 litr artsa nə qədər parçalanar? Bu da eləyəcək 30 litr parçalanıb deməli. 30 litr parçalansa, axı 60 götürülmüşdü, indi onun 30-u parçalanıb. Neçə faizi parçalanıb? İlkin həcm 60 idi, onun 30-u parçalanıb. 30-60-ın neçə faizini təşkil edir? 30-u 60-a bölüb vururuq 100-ə. Bu da eləyəcək 50%. Deməli 50% parçalanıbdır. Gələk 45-ci suala, deməli sonuncu sualımızdır. Burada da deyir ki, qabda CO və CO2 var. Şəkildə görürük ki, tam yanma məhsulu olub CO2. Biz burada bilirik ki, CO yanacaq, CO2-yə çevriləcək. CO2 də elə olduğu kimi qalır. İndi deyir, CO və CO2-dən ibarət qarışığın tam yanması nəticəsində qarışıqdakı oksigen atomlarının sayı 1,6 dəfə artarsa, ilkin qarışıqda CO2-nin mol payını hesablayın. Yanma zamanı oksigen tam sərf olmuşdur. İndi deməli, burada CO, bir də CO2. CO oksigenlə reaksiyaya girib CO2-yə çevriləcək. Elə burada oksigen əmsalına bir dənə 0,5 yazsaq düzəlir. Belə. Heç dəyişməyən, qoymayaq heç əmsal düşsün. Fərq yoxdur. Tam əmsallaşdırsaq da işləyə bilərik. Eyni qaydada əmsal nəzərə alırıq onda. Deməli, CO2 də nə edir? Olduğu kimi elə CO2 şəklində də çıxır. Yəni, girir, heç bir reaksiya girmir. Əvvəldən neçə mol CO2 var, o qədər CO2 də təzədən qabda olur. İndi burada əvvəl deyəndə sol tərəfə baxacaq, sonra deyəndə sağ tərəfə baxacaq. Deməli, yazıram əvvəl. Bir də yazıram sonra. Söhbət burada oksigen atomlarının sayından gedir. İndi deməli, gəlin birin, bax, CO-nu x götürək, məsələn, CO2-də y götürək. Yəni, x CO var idi, y CO2 var idi. İndi x CO elə x qədər CO2-yə çevrildi. Y CO2 ilə y CO2 olaraq da qaldı. İndi deməli, əvvəl deyəndə sol tərəfdə x CO-da nə qədər oksigen var? CO-nun içində bir oksigen var. X-a buranda bir dənə x. Bəs y CO2-də nə qədər oksigen var? 2y. Bir dənə baxın, bu dairə aldığım içində oksigenləri çıxartdı ortaya ki, 1x, 2y. Bu qədər oksigen idi əvvəl. Sonra deyəndə, indi sağa baxaq. Sağda CO2-də 2 dənədir, amma x mol CO2-dir. 2x olacaq, bu birisi də 2y. Artıq 2x plus 2y. Bu qədər oksigen var. Yenə deyirəm, yəni reaksiyanı tam əmsallaşdırsaq, 2CO, 2CO2 olsa, yəni o 2-ləri də nəzərə alsaq əmsallar orada, alınacaqdır əlbəttə ki, yenə nəticə eyni olacaqdır, fərqi yoxdur. Deməli, indi bizə deyir ki, şərtdə qarışıqdakı oksigen atomlarının sayı 1,6 dəfə artarsa, deməli, əvvəlki qiyməti 1,6-ya vursaq, sonraki qiyməti alarıq. Yazırıq ki, 1,6 vurulsun x plus 2y bərabərdir
Bir dəqiqə. Bərabərdir 2x plus 2y-ə. Bunu hesablayırıq. 1,6x plus 3,2y bərabərdir 2x plus 2y. Sonda 2y-dən 2y çıxanda 1,2y bərabərdir. 2-dən də 1,6-nı çıxanda 0,4x-ə. Yəni 12y bərabər 4x. Belə yazaq. X də bərabərdir 3y-ə. X bərabərdir 3y. Belə bir münasibət əldə elədik biz buradan. Və bizə deyir ki, ilkin qarşıqda, indi CO-nu axı x götürmüşdük. Şərtdə yazıram, 2y belə götürmüşdük də ilk öncə. Baxın, 2y. İndi mən x-in yerinə 3y qoyacam. CO-nu x-in silirəm, yazıram 3y. İndi bizə deyir ki, ilkin qarşıda CO2-nin mol payını hesablayın. Ki CO2. CO2-ninki y-dir. Məxrəcdə də x-lə y-in cəmi, artıq x-in yerinə də 3y yazdığımıza görə 3y-lə y-in cəmi, yəni molların cəmi vurulsun 100%. Bunu həll edirik. Deməli, y məxrəcdə də 4y vurulsun 100-ə. Y-lər gedir 100-də 4-ə böləndə 25% eləyəcək. Deməli, ilkin qarşıda CO2 mol payı 25%. Amma CO-nu desəydi, o da olardı deməli 75%. Cavabımız olacaq 25.